أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم، والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين معصومين عليهم السلام ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم، يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefkahu qavli. Değerli müminler, hürmetli aksakallar ve bizi dinleyen ana bacılarımız, Allah her birimizi, her birinizi Emirul Mu'mininin vilayetinde sabit qədəm eləsin. Müəyyən səbəblərdən biz Ağa Emirul Mu'minini, yəni ayın, Rəcəb ayının 13'ü sabah, dünənki gündə mövludi qeyd edə bilmədik. Bugünə belə deyək, qərarlaşdıq, bugün qeyd edək. Məclisimizdə değerli qonaqlarımız var. Qari qardaşımız, Allah ömrünə bərəkət versin, gözəl səsi ilə, gözəl avazı ilə, gözəl qiraəti ilə. O cümlədən Məddah qardaşımız, Pərviz qardaşımız, Allah ömrünə bərəkət versin. Məscidimizin möminləri çoxdan idi, elə o qardaşımızı istəyirdilər. Əlbəttə bir neçə dəfə cəhd elədik, müəyyən səbəbləri, onun vədələri olduğu üçün bu məsciddə iştirak eləyə bilmədi və həmd olsun aləmlərin Rəbbinə, Emirul Mu'mininin mövlud məclisində gəldi, bizim məsciddə də iştirak eləyir, inşallah eləyəcək. Allah tövfiq versin ona, Allah ömrünə bərəkət versin, ixlasla xidmət edən qardaşlardandır. İnşallah gələn məclislərimizdə də bundan sonra əgər zövq ala bilsə bu məscidin möminlərindən, ümid edirəm ki, təkrar da gələcək məclisimizdə iştirak edəcək. Mən Qur'an-ı Kərimdən bir ayə oxudum. Allah Teala buyurur: Ya eyyuhellezine amenuttaqullah. Ey iman gətirənlər, ittaqullah, Allah'tan qorxun. Və kunu ma'as-sadiqin, doğru danışanlarla, sədaqətli adamlarla birgə olasınız. Allah təqvalılara xitab edir. Baxın, bu ayənin bir şirinliyi orasındadır ki, sədaqətli insan, əlbəttə mən məsciddə danışmışam, nə qədər Qur'an-ı Kərimdə ya eyyuhəllezine amenu, ey iman gətirənlər və ya siddiqlər haqqında Allah danışdıqda onların birinci misdaqı Emirul Mu'minindir. Yəni o xüsusiyyətlərin başında o kişi dayanır. Odur, ayəyə baxsaq, elə bir sədaqətli kişi ilə birgə olmaq və ya onun məktəbinin davamçısı olmaq yalnız təqvalılarda bu hal ola bilər. Çünki Allah Qur'an-ı Kərimdə buyurur ki, ey iman gətirənlər, ey, birinci xitab edir möminlərə, sonra buyurur, ittaqullah, Allah'tan qorxun və kunu ma'as-sadiqin. Sonra deyir ki, sadiqlərlə birgə olun. Süleym ibn Qeys belə nəql edir ki, Emirul Mu'minindən bir gün Emirul Mu'minin Həzrəti Ali əleyhissalam müsəlmanlarla, bir dəstə müsəlmanlarla söhbət edirdi və Həzrət bu ayə haqqında soruşdu. Oxudu həmən bu ayəni: Ya eyyuhəllezine amenu ittaqullah və kunu ma'as-sadiqin. Doğruçularla, sadiqlərlə, siddiqlərlə birgə olun. Allah bu ayə haqqında Emirul Muminin soruşdu. Dedi, bilirsiniz, bu ayə haqqında Allah Resulü Həzreti Peyğəmbər salavatullah
müminler sual elədilər. Ya Resulallah, Allah bu ayədə ümumi müminlərə xitab edir, yoxsa xüsusi xitabdır? Dedi ki, Allah Resulü dedi ki, ayə ümumi xitabdır, amma o kunu ma'as sadiqin, o sadiqin kəlməsi qardaşım Əliyə aid. Dedi Əmirul Müminin belə deyir, o nankörlər, içində olan nankörlər də var idi. Bugün görürsünüz müsəlmanların içində də var bu gözəl xüsusiyyəti, görürsünüz kimləri aparıb şamil edirlər və ya bəzən o əzəmətli kişidən nöqsanlar axtarırlar. O əzəmətli kişinin fəzilətindən danışdıqda nə edirlər? Onun üçün bir bəhanə gətirirlər ki, bu kişi bu işi görmüşdü, bu günahın, xətanın sahibi idi. Ona görə Allah Resulü onun haqqında bu sözü dedi. Görürsünüz, onu həzm edə bilmirlər, amma onu gizlədə də bilmirlər. Sadəcə bir bəhanə ilə bir nöqsan tapmaq istəyir. O dövrdə də elələri var idi. Baxmayaraq, dildə deyirdilər Əli, Peyğəmbərin ən sədaqətli dostu, sirdaşı, ən yaxın olan birisidir, qardaşıdır. Hətta mübahilə ayəsinə əsasən bilirsiniz, canının özüdür, Peyğəmbərin özüdür. Dildə bunu desələr də məcburan, amma qəlbən onu həzm edə bilmirdilər. Odur Əmirul Müminin öz haqqını soruşdu sanki o insanlardan. Bunu bilirdiniz, eşitmişsiniz ki, bu ayə haqqında Peyğəmbərə sual elədilər. Peyğəmbər nə cavab verdi? Əlbəttə orada olanlar da dedik, bəli, ya Əmirəl Müminin, ey möminlərin əmiri, biz Allah Resulundan eşitmişdik ki, həmən bu ayədə sadiqin kəlməsi yalnız və yalnız qardaşım Əliyə aiddir. Yəni, mümin, təqvalı olan şəxs, üzr istəyirəm, Əmirul Müminin yanında olmaq istəyən şəxs mütləq şəkildə ayənin ardıcıllığına baxsaq, birinci mümin, sonra təqvalı olmalıdır ki, gedib o ağanın xəttində, yolunda, belə deyək, məktəbində, vilayətində sabit qala bilsin. Mümkündür bir insan təqvalı olmasın, mümkündür bir insan mömin olmasın, amma onu sadi, sədaqətli bir insan kimi tanırlar. Mümkündür, həyatda da elə insanlar olar, amma o insanlar biraz çətinliyə, bərkə boşa düşdükdə görərik ki, o sədaqətin kamil olmamaq xüsusiyyətini onda görə bilirsin. Hardasa belə deyək, özünü bir üzə verəcək. Hardasa özünü bir üzə verir. Amma yalnız və yalnız o şəxslər sədaqətli ola bilərlər ki, onlar mömin və təqvalı olsunlar. Hər adam sədaqətli ola bilməz. Sədaqətli olmaq üçün gərək bir sıra insanda yaxşı xüsusiyyətlər ola. Gərək insan, o sədaqətli insanı da gərək bir sınaqdan keçirdəsən. Adamın rahat vaxtında hər kəs deyə bilər, mən sənin yanındayam. Peyğəmbər Əkrəm hələ rehlət buyurmamışdan qabaq nə qədər müsəlman vardı Peyğəmbərin yanında. Dedi, biz sənə və sənin əmanətləri və sadiqik. Yox idi elə insanlar. Amma bir müddətdən sonra imtihan mərhələsi gəldikdə, vaxtı gəldikdə görürsünüz, hərə bir tərəfə pərakəndə olur. Əmirul Müminin öz dilindən bu hədisi nəql edirəm. Həzrət buyurdu ki, sınaq anında sədaqəti qoruyan dost, bolluq yanında, yəni rahatlıqda 100 dostdan üstündür. O rahat vaxtda adamın 100 dostu ola bilər. Amma
o çətin anında, narahat vaxtında, sıxıntı vaxtında, o belə deyək, tək qaldığın vaxtda o bir dost Həzrət deyir ki, o rahatlıqda ətrafında olan dostların yüzünə dəyəcək. O qədər Əmirul Möminin belə deyək, o sədaqətli dostluğun kim olduğunu bizim üçün bəyan edir burada. Açıq-aşkar aydın edir. Sonra buyurur, insanların ən sədaqəti çətin anlarda ortaya çıxanlardır. Bu hədisi izah eləmək üçün elə yenə də Əmirul Mömininin fədakarlığına və sədaqətinə baş çəkir. Baxın, Əmirul Möminin mən keçən mövludlarda danışmışam, elə bir şəxsiyyətdir ki, bütün döyüşlərdə iştirak edir. Hətta elə dövr olub ki, döyüşlər olub ki, Əmirul Möminin xəstəliyi olub, gözü ağrıyıb, bu haqda danışmışıq. Həzrəti Peyğəmbər o günü müharibəni belə başlamayıb, sabaha günü gözləyib, Əmirul Möminini çağırıb, onun gözündə olan o xəstəliyi aradan aparıb, sonra bayraq o kişinin əlinə verir. Qələbə çalmaq. Yəni, onsuz müharibə olur. O, sədaqət nümayiş edən döyüşlərdən biri də Uhud müharibəsidir. Yəqin ki, müsəlmanlar, möminlər bunu mütaliə ediblər. Bilirsiniz, Uhud müharibəsində Peyğəmbərin ətrafında özünü sədaqətli dost göstərən bir çox, hətta Peyğəmbərə yaxın olan, hətta deyərdim ki, ailə üzvlərindən olan insanlar, yəni qohumluq bağları yaxın olan insanlar Peyğəmbəri qoyub qaçdılar. Ali İmran surəsinin 153-cü ayəsini oxusaq, görərik ki, mən elə onun zahiri mənası, belə deyək, biz dilimizdə olan mənasını deyirəm, təqribi belə deyək, bir toxunuram ayəyə, özünüz o ayəni belə oxuyub nəticəyə gələ bilərsiniz. Allah Taala o döyüşdə qaçanlara bilirsiniz nə dedi? Peyğəmbər sizi çağırdı, arxanızca sizi çağırdı, siz heç üzünüzü çevirmədiniz Peyğəmbərə tərəf, qaçdınız. O vaxt kim idi Allah Rəsulunun yanında? Əmirul Möminin Həzrəti Əli əleyhissalam və bir neçə nəfər, 2-3 nəfər Əmirul Mömininlə birgə. Ən çox o vaxtı zərbə alan bilirsiniz, Həzrəti Peyğəmbər Uhud müharibəsində müsəlmanlar əvvəl qələbə çalsalar da, yəni sonradan bir dəstə dünya hərisi olan, bugün Vəhhabi əqidəsində olan insanlar bütün Peyğəmbəri görənlərə səhabə deyərək, onları müqəddəs bir şəxs kimi dəyərləndirərək, həmən şəxslər Peyğəmbəri qoydular, Peyğəmbərin tapşırığını icra eləmədilər, qənimətlərə görə başladılar öz aralarında qənimət bölməyə, müşriklər, Məkkə, Qureyşlər gəldilər, təkrar müsəlmanları məğlub elədi. Amma dedilər, bir şaya yaydılar, Peyğəmbər ölüb, bunu bilirsiniz. Hamı qaçdı. Hamı qaçdı, Əmirul Möminin qaldı. Hətta Həzrəti Əli əleyhissalam yazırlar, o döyüşdə o qədər vuruşdu, qılıncı sındı və Peyğəmbərin qılıncını aldı. Yazırlar, Əmirul Möminin özü dilindən deyirlər. Həzrət deyir ki, o qədər taqətdən düşdüm, özümü qılınca söykədim, dizlərim əsirdi. Peyğəmbər məni qucaqlayıb ağladı. Çünki onun sədaqətli olduğunu görüb, onun fədakar olduğunu görüb, sanki o insanda görürsünüz, o çətin anında öz yanında dostlar içində bir dost görür, o dostu başlayırsan qucaqlama, nə yaxşı ki səni tanımışam, nə yaxşı ki sən mənim qardaşımsan, mənim dostumsan. Həzrəti Peyğəmbər də deyir, o cür qucaqlayıb hönkürtüylə ağladı. Əmirul Möminin özünü Peyğəmbəri vurmaq istəyirlər, şəhid eləmək istəyirlər, özləri qılıncların qabağına, nizələrin qabağına vurdu. Ən çox yazırlar döyüşlərdə yara aldığı vaxt Əmirul Möminin Uhud müharibəsində Peyğəmbərin qorunmasında oldu. Baxın, ağa Əmirul Möminin özü deyir ki, dost, sədaqətli dost insanın, dostun çətin anında tanırlar. Nə vaxt
o üzr istəyirəm ifadəmə görə insanın kefi kök olanda, vəziyyəti yaxşı olanda o qədər dostlar olur adamın. O qədər sənə sanki sadiqəm mən, hər formada sənin qulluğundayam, nə desən ona, canımı sənə qurban verməyə hazıram, amma biraz çətinliyi olan kimi, bir narahatçılığı olan kimi, bir-iki dəfə təkrar o şeyə görə sənə ağız açdığı üçün, səndən kömək istədiyi üçün artıq təkrar onun telefonuna cavab vermirsən və ya özünü ondan gizlədirsən. Olur belə dostlar, olmur, amma xoş onun insanın halına ki, sona qədər o dostluğa sədaqətli olar, insanlığa sədaqətli olar. Çünki insanın şərəfi və imanın mərtəbəsi biri də insanın əməli ilə, dillə sədaqətliyəm demək asandır. Əməli ilə sadiq olmaz. Əmirul Müminin o şəxslərdəndir ki, Peyğəmbərə sadiq oldu. Bütün həyatını Peyğəmbərə həsr elədi. Bütün həyatını Həzrəti Əmirul Müminin Həzrəti Peyğəmbərə həsr elədi. O qədər sədaqətli oldu ona. Həzrəti Əmirul Müminin özü də o vaxtda yaşı da çox deyildi. Uhud müharibəsində yazırlar ki, Həzrəti Əli əleyhissalam 25 yaşı vardı. Gənc bir insan idi. Görürsünüz, adətən düz çörəyə dəyər verən, sədaqətli olan insanlar hansı insanlar olur? Yaşının belə deyək, çox hissəsini keçib o həyatın bərki boşunu keçən insanlar, həyatın çətinliyi ilə bərkişən insanlar daha çox sadiq olurlar. Amma Əmirul Müminin bir növ gənclərə də bir burada belə deyək, xəbərdarlıq edir, bir ismarıc verir ki, insan gərək elə gənclik vaxtında sədaqətli olar. Dostluqda da sədaqətli olan insan. Həzrətin həyatına baxsaq, dostluqda da, qardaşlıqda da, qohumluqda da, Allahın dininə də, Allaha da, ailədə də, bütövlükdə hər bir şeydə Əmirul Müminin sadiq bir şəxsiyyətlərdən olub. Həzrət yenə buyurur ki, sizə sədaqətli olmağı tövsiyə edirəm. Çünki sədaqət insanı Allaha yaxınlaşdırır. Sədaqət insanı Həzrət buyurur ki, yaxşılığa tərəf aparır. Yaxşılıq isə insanı cənnətə aparır. İnsan sözündə və əməlində sədaqətli olduqda Allah dərgahında sadiqlər sırasında yazılır. O Qur'an-ı Kərimdə Allah Teala görürsünüz, yaxşı iş görənləri necə adlandırır? Şəhidlərlə birgə olmağı və ya sadiqlərlə birgə olmağı. Xoş o insanların halını. Doğrudan, xoş o insanların mömin ola, təqvalı ola və sədaqətli ola. Nə qədər Allah belə deyək, Qur'an-ı Kərimdə həmən şəxsləri, yəni o dəyər, o məqam o qədər ucadır ki, görürsünüz, Allah deyir ki, yaxşı iş görənlər, möminlərə xidmət edənlər, Allah onları sədaqətlilərlə bir yerdə, şəhidlərlə bir yerdə olmağın vədəsini verir. O da buyurur ki, hər kim əməlində və danışığında, çünki tək danışıqla iş bitmir. Tək dildə bayaq dediyim kimi iş bitmir. İnsan gərək əməlində də sadiq ola, dediyinə sadiq dura. Hər kim sözündə və əməlində sədaqətli olsa, Allah dərgahında sadiq olaraq yazılacaq. Əməlində sadiq olmayan Həzrət buyurur ki, münafiqlərdir. O şəxslər idi, bəli, Əmirul Müminin Həzrəti Əli əleyhissalam ilə rəftar edən, Peyğəmbərə özünü sədaqətli bir şəxslər kimi tanıtdıran insanlar münafiq cildinə girib, yəni münafiqlik edib, o sədaqəti, o dostluğu, o vədələrin sındırdılar. Amma Əmirul Müminin onun əksini elədi. Baxın, Cəməl müharibəsinə baxın, mən danışmışam. Peyğəmbərin xanımı Təlhə Zübeyrlə onu belə deyək, yoldan çıxardıb, gəldi Əmirul Mümininlə müharibə elədi. Həzrəti Əli əleyhissalam elə bir sədaqətli kişi idi ki, hansı ki, o gəlmişdi Əmirul Mümini öldürə və məğlub edə.
bu niyyətlə gəlmişdi. Amma Əmirul Möminin qalib gəldi, ona qadın kişi geyimində qadınlara mini gelib onu ondan yola saldı. Görün Peyğəmbərə necə sədaqətli oldu. Hansı ki, o xanım Peyğəmbərə qarşı da haqsızlıq edədi və ya Əmirul Mömininə qarşı da haqsızlıq edədi, amma Əmirul Möminin Peyğəmbərə sadiq olaraq, ehtiram edərək, dostluğa, qardaşlığa sadiq olaraq, onu öz namusu hesab edərək ona sadiq durdu. O cümlədən Peyğəmbərin yanında olanlar Həzrəti Əmirul Möminin Əli əleyhissalamın evini yandırdılar. Baxın, ən dəhşətli məsələlər budur. Bu kişi burada da Peyğəmbərin bir kəlmə sözünə sadiq durdu. Demişdi, Əli səbr etməlisən, səbr elədi. Evin yandırdılar. Haqqın qəsb elədilər. Xanımın qabırğasını sındırdılar. Əmirul Mömininin xanımının üzünə sillə vurdular. Görürsünüz, kişi üçün nə qədər belə deyək, zərbədir bunlar. Əgər bir xanımın, bir kişinin xanımına bir sillə dəyirsə, kişinin namusuna 100 sillə dəymiş kimidir. Kişinin qürurunu tapdalamış kimidir. Onun haqqını, abrısını aradan aparmış kimidir. Bunların hamısını Həzrəti Əli əleyhissalam neynədi? Peyğəmbərin bir kəlmə sözünə belə deyək, sadiq duraraq, ya Əli, sənin başına çox müsibətlər, bəlalar gələr, sənə qarşı çox haqsızlıqlar olunacaq. Özünü mümin adlandıran münafiqlər sənə qarşı çox zülümlər edəcəklər, amma sən buna səbr etməlisin. Odur mənim əzizlərim, müminlər. Bugün görürsünüz, bizim üçün əgər Əmirul Möminin şiyyəsi özümüzü adlandırırıqsa, Əli aşıqı adlandırırıqsa, istər cavan, yaşlı fərqi yoxdur. Ailədə, dostluqda, qardaşlıqda, dində sədaqətli olaq. Öz Allahımıza sədaqətli olaq. Öz Peyğəmbərimizə qarşı sədaqətli olaq. Öz imamlarımıza qarşı sədaqətli olaq. Biz bugün Əli əleyhissalama qarşı necə sədaqətli ola bilərik? Onun vuruşduğu, mübarizə apardığı şeylərlə mübarizə aparmaq, onun səbr etdiyi şeylərdə səbr etmək. Bugün zamana imamına qarşı sədaqətli olaq. Bugün dostlarımıza qarşı sədaqətli olaq. Qardaşlarımıza qarşı sədaqətli olaq. Dünya malına görə, şəxsi hisslərimizə görə, maddi maraqlarımıza görə o kişinin bir gözəl xüsusiyyətlərindən biri də sədaqətdir. Onu heç edib heç nəyə satmayaq. Allah and verə öz izzət-i cəlalına. Allah Teala bizləri Əmirul Mömininin həqiqi